Ata oğluna deyir ki, oğlum, səninlə söhbət eləmək istəyirəm. Telefon əlində də axı oradan ayrıla bilmir. Deyir, ata, bir dəqiqə. Biraz keçir, ata səbirlə, təmkinlə. Deyir, oğlum, səninlə söhbət eləmək istəyirəm. Deyir, ata, bir dəqiqə gəlirəm. Amma saatlar keçir, oğul atanın çağırışına cavab vermir, elə gəlirəm deyə. Ata oğlunun əlindən tutur, gətirir qəbrəstanlığa. Deyir, burada yatanların çoxunun arzusu, oğlum, yarımçıq qaldı, yarım qaldı. Bəzisi deyirdi ki, biraz da yaşayıb bu işləri görəcəm. Bəzisi deyirdi, hələ cavanam, tövbə edərəm. Bəzisi deyirdi, hələ vaxt çoxdur, hələ vaxta var. Deyir, oğlum, amma ölüm onların planlarını gözləmədi. Onların düşündüyü vaxtı gözləmədi. Sonra oğlunun telefonuna baxıb, əlində tutduğu telefona baxıb dedi ki, oğlum, ən bahalı nemət vaxt nemətidir. Bir gün olar, ürəyin istəyər atonla söhbət eləmək, amma aton həyatda olmaz. Bir gün istəyərsən mənlə danışasan, ürəyin istəyər, amma mən həyatda olmaram, sən də həyatdasan, mən də. Mən bir ata olaraq sənə neçə dəfədir deyirəm, oğlum, telefonu kənar qoy, söhbət eləyək, mənə deyirsən bir dəqiqə. Biraz keçir deyirəm, oğlum, gəl söhbət eləyək, amma bir gün gələr, atonla söhbət eləmək istəyərsən, onda təsəllüm mənim bu qəbrəstanlığa səni gətirdiyim kimi, gəlib bu məzar daşının başında, qəbrimin üstündə söhbət eləyərsən. Sən deyərsən, mən cavab vermərəm. Necə ki, indi mən sənə deyirəm, söhbət eləyək, məni dinləmirsən, eşitmirsən, onda belə bir hal olar.